Sənin partnyorun səni xoşbəxt edə bilməyəcək. Boynunun borcu da deyil, buna məcbur deyil. Çünki sənin xoşbəxtliyin məsuliyyəti yalnız və yalnız sənin boynundadır. Sən əgər bugünüvə razı deyilsənsə, heç bir sevgili, həyat yoldaşı, kişi və ya qadın səni xoşbəxt edə bilməyəcək. Həyatıva girdiyi an qarmonların təsiri ilə səni həyəcanlandıracaq, amma tez bir zamanda o euforiya bitəcək və başlayacaq yeni tələblər, yeni gözləntilər, hansı ki, sağlam münasibət qurmağa imkan yaratmayacaq. Bilirsən, nədir sağlam münasibət? Təkliyi ilə xoşbəxt ola bilən iki insanın birləşməsi. Bizim cəmiyyətdə bədbəxtçilik kimi adlandırılan təklik əslində Allahın bizə verdiyi ən böyük nemətlərdəndir. Çünki bugün sən xoşbəxtliyin məsuliyyətini boynuna götürüb onu inkişaf elətdirə bilərsən. Belə bir imkanın var. Əlimizdə olanların qədrini bilək.